Salam aleykum. Metiklopropan karbon H2, karbon H2, karbon H2 üzerine H klor gələndə biri bura birləşir, biri bura. Bunlar kənar hesab olunur. Karbon H3, karbon H2, karbon H2 klor. Nömrəliyirəm, olur 1 klor propan. Aydın, yəni onun cavabı 1 klor propan. İndi gəlin yağı nəzərdən keçirək. Yağ deməli gliserin hissədən ibarətdir. Karbon H2OH, karbon HOH və karbon H2OH və bura eyni turşu dediyinə görə R, COOH, R, COOH, R, COOH gəlir. Bu zaman OH turşudan, H da deməli spirtdən və mürəkkəb efir əmələ gəlir. Və mürəkkəb efir qrupu da burada. Burada bu hissədir. Burada bu hissədir. Yəni bir yerdə də yəni. Burada da bu hissədir. Yəni mürəkkəb efir qrupu. İndi burada görürük ki, bir dənə yağ molekulunda əsasən 3 dənə mürəkkəb efir qrupu var. Ancaq burada bu 12 mol yazıb mürəkkəb efir qrupunu. Deməli yağ 4 mol imiş. Və bu 4 molun hidrogenləşməsinə 24 mol hidrogen lazım imiş. Bəs 1 mola nə qədər lazım imiş? Tapdıq ki, buradan 6 mol deməli hidrogen, yəni bu da nə deməkdir? 12 atom hidrogen deməkdir. Çünki bizdən sonda atom soruşur. Buna birazdan qayıdacağıq. İndi artıq biz müəyyənlədik. İndi burada 0,2 mol yağın yanmasından 10,2 mol CO2 alınıb. 1 moldan nə qədər alınacaq? Bu 51 alınacaq. Deməli, belə deyək, 51 dənə karbonu var. Deməli, burada bunun 51 dənə karbonu var imiş. Yəni, 51-dəki, yəni, belə deyək də, məsələn, 3 yerə böləndə, ümumiyyətlə 51 dənə karbon deyil, 51 dənə karbonun, ümumən 51 dənə karbondur, ümumən 51 dənə karbondur yağda. Çünki yazıb ki, yağın 0,2 molun yanmasından 10,2 mol CO2 alınıbdır. Biz də hesabladıq ki, ümumən 51 mol CO2 alınıbdır. 51 mol CO2 də yağda 51 karbonun olması deməkdir. 51 dənə karbonun da 3'ü gliserin tərəfdədir, 3'ü də buradadır. 51-dən 6 çıxanda neçə eləyir? 45. Amma 3 dənə burada turşu olduğuna görə 45'i də 3'ə böləcəm, eləyəcək 15. Deməli, bu hissədə 15, radikal hissədə 15 imiş. Amma hidrogen nə qədərdir bilmirəm. Ancaq yazıb ki, tam hidrogenləşmə zamanı alınmış yağ. Alınmış yağ. Alınmış yağ da nədir? Bunun doymuş forması olmalı. Yəni 15'in də doymuş forması C15H31'dir. Yəni bunun hamısı nə imiş? H31 imiş. Aydın oldu yoxsa yox? Və buradan biz hidrogenləri hesablayırıq. 31'i vururam 3'ə. Deməli 31 vur 3 bölür 93. 5'i də buradadır. Deməli alınmış yağda 98 hidrogen olubdur. Amma bu 12 hidrogen atomu daxil eləyəndən sonra, yəni əvvəl hidrogen sayı nə qədər imiş bilmirəm. 12 atom hidrogen daxil eləyəndən sonra 98 atom hidrogen olub. O da buradan bərabərdir. 98'dən 12 çıxanda 86 il. İndi yağ molekulu desə biz 1 mol üçün baxacağıq, 86 hidrogen olubdur. İndi burada molla desə, təbii ki, deyə də bilməz. Çünki burada gəh 0,2 mol ya da gəh 4 yazdım. Molekul kimi baxırıq, orada deməli 86 hidrogen olacaqdır.